Salam dostlar. Qarşınızda 2 ədəd yumurta ilə tez piroq istəyirsinizsə, görürsünüz sizinlə də tez-tez danışıram. 1 stakan peso, 2 ədəd yumurta qarışdırdınız. Çox vacib deyil ki, ağarsın. Heç mikserdə lazım deyil. Sadəcə bax qarışdırdınız. Qəşəng. Əlavə elədiniz ora belə qəşəng 200 qram süt. Burada bir 230 olar. Ona görə kruşka böyüdü. Göz hesabı eləyirəm. Örgəşmişəm. Yaxşı bir keks pişirəcək ki, tez çay içək. Oğlum əldən gedir, zəng elib ki, mama, nə var çayla içməyə? Heç nə yoxdur, bax tələsik. Gördünüz, 2 yumurta, 1 stakan peso, 250-230 qram süt. Burada bir 100 qram podsolnечный masla var, günə baxan yağı. Qarışdırdıq dostlar. Sonra bura əlavə edirik 200 qram tvorog, şor yəni. Şor, məndə ev şorudur, sarıdır, görürsünüz, pay gəlir, yağlı şordur. Qarışdırırıq. Ay dostlar. Sonra köpürdüzü tozu, nə deyirsiniz, razrıxritel köpürdüzü tozu. Azərbaycan dilində yadımdan çıxıb, gülməyin mənə. Həqiqətən də da ilə razrıxritel bilirəm. Əlavə etdik bura. Sonra əlavə etdiklərimi yadınızda saxlayın. Köpürdüzü tozu, pesoq, süt, günə baxan yağı, 2 yumurta, 1 çay qaşığı vanilin. İndi siz bir paçka, balaca paçkalarda olur, ata bilərsiniz. Sonra çox yoxdur, 50 qram kərə yağı. İstəməzsəz vurmayın, ona görə çox vacib deyil. Mən hər yerə əlavə edirəm ki, iyi qəşəng gəlsin. Kərə yağı olanda yaxşı olur. Sonra kişmiş, görürsünüz az qalıb. Bir 30-50 qram kişmişim var, içərisində olsun çəksin. Vurdum bura, ay dostlar. Qoz, burada da bir 50 qram qoz var, əzmişəm. Qarışdırdıq. Ən asan üsul sizin üçün hazırladığım. Axırıncı burada qalır bizim unumuz. Un nə qədər gedir, xəmirin vidinə baxacaqsınız alınınca. Nə qədər un gedir bura, görəcəksiniz. Dostlar, çox salamlaşıb, sağollaşıb, danışmadım sizlə, ona görə tələsirəm. Dedim, yəni bunu hazırlayıram, yemək də pişirirəm, işlərimiz çoxdur. Oğlumun xahişi ilə ki, mama tez ol, bir yaxşı piroq elə, ili nəsə keks hazırla, mən gəlim, çay içim. Mən də fikirləşdim ki, niyə də yox, bunu mənə həmişə hazırlayıram. Qoy bunu sizə göstərim. Siz də hazırlayasınız. Yəni əlinizin altında bax bunlar olsa, süd olmasa südün əvəzinə qatıq da əlavə edə bilərsiniz. Daha mən sizə deyim, elə olub südüm də olmayıb. Bütün bunları əlavə eləyəndə 1 stakan süd tökmüşəm. Olan ondan. Onda yağı bir 100 qram eləmişəm ki, iyi ətir gəlir. Ona görə burada şor var. Ev şoru olanda daha da yaxşı, yağlı. Gördünüz, hər şey əlavə elədim. Halallıq üçün günahdır, biraz duz atmaq lazımdır. Yadımdan çıxmışdı. Yaxşı yadıma düşdü. İndi görəcəksiniz, bu çox nə duru olmamalıdır, nə də qatı. Bir 200 qram un gedir. Belə primerinə də. Yəni qabda gördünüz nə qədər un var. Görürsünüz. Xəmirimiz hazır. Başqa burada vaxt lazım deyil. Görün sizinlə danışa-danışa neçə dəqiqə çəkdi mən bunu hazırlamağım. Qabımızı qabaqcadan yağlamışam. İstəyirsiniz günə baxan yağı ilə, istəyirsiniz kərə yağı ilə, fərq etməz. Yağlamışam formanı. Bunların hamısını indi boşaldıram bura. Çox olsa başqa bir balaca qabada yığaram ki, çox yəni olmasın. Çox oldu burada. İndi bunu göndərirəm duxovkaya. Əvvəl qoyuram 160 dərəcəyə, yaxşı köksün, sonra 180-də qaldıracağam. Baxın duxovkanızda nasıldır, neçə dəqiqəyə pişir. Pişəndən sonra göstərəcəyim. Ay dostlar, mənim bax bu balaca xuliqanım nə eləyib? Baxın buna danlamışam. Bu keksi başlayıb üstün zadını qopardıb yeməyə. Qoymadı ki, mən buna səhvim sizə göstərim. Amma o qədər gözəl düşüb mənim əzizlərim. Həqiqətən də bu balaca xuliqan. Görün nə iş gördü, hə İbrahim? İndi sən nənənin izləyicilərinə nə deyirsən?
Can nənə. Da terpeniyon olardı, eşməzdin. İnanın ki, həmişə elə eləyir, terpeniyası yoxdur. Da İbrahimin xətrinə dəymədi də, neynəyək? Amma o qədər gözəl alındı ay dostlar. O qədər gözəl alındı, görürsünüzmü? Bir dənə yox, ikisi. Baxın. Bunu biraz ibişdidir. Bu birin kəsin baxın. Kəsin bir kusokuna baxın dostlar. Görün necə gözəl keklərimiz alınır. Bir kusok sizin üçün yiyeyim. Həmişə olduğu kimi. Demək ki, Gülşən xanım nə hazırlayıb? Tərifləyir, amma özü yemir. İnanın, inanın, o qədər dadlıdır mənim canlarım. Mənə danlayırlar ki, mama yiyib buranı doldurma. Görməmiş kimi. Neynim indi? Ən az produktdur. Xaladenikdə nə qalsa. Boşaldın geçsin, narahat olmayın. Südün əvəzinə qatır da. Sliviş yağ olmasa da yenə də belə gözəl alınır. Hələlik.